İş adamı və müğənni Emin Ağalarov ilk dəfə atasının ikinci evliliyindən danışıb. Emin atasının toyu olması xəbərini mediadan öyrəndiyini və məclisdə iştirak etmədiyini deyib. Toyunda iştirak etmədim, ondan heç nə soruşmadım, mediadan öyrəndim. Sözün düzü evlənib evlənmədiyini də bilmirəm. 2 balaca qardaşım var deyə Ağalarov qeyd edib. Müğənni Sevda Yəhiyeva həftə sonu istirahətini qızları Ayla və Ayda ilə birlikdə keçirib. Sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım eləyib. O, qızları ilə teatra yollandıqlarını bildirərək bunları yazıb. Bazar günü bizim evdə teatr günüdür. Ayla və Ayda bu gündə ən sevdikləri tamaşalardan birini izləməyə yollandılar. Balaca addımlarla sənətin, nağılların və xəyal dünyasının ardınca qeyd eləyək ki, Sevda Zakir adlı bəylə ailəlidir. Aktyor Nicat Rəhimov qızı Mehribanın doğum günü münasibəti ilə paylaşım eləyib. Sənətçi sosial şəbəkə hesabında qızı ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. Həyatımın ən arzu olunan, ən dəyərli parçası, artıq 2 ildir ki, həyatımıza gözəllik, sevinç və xoşbəxtlik qatırsan. Sənə arzularım sonsuzdur. Allah bütün arzularını sənə, valideynlərinə və səni sevənlərini görməyi nəsib etsin deyə Nicat bildirib.